Deməli, belə bir şey görürsünüz, düzdürmü? Belə bir şey dediyimiz domdur. Dom nədir, Murat? Domdan artıyor, dom. Ay, sağ ol. Dom, document, object, model. Düzdürmü? Yaxşı, indi gələk danışaq. Siz eşitmişsiniz JavaScript yazanda, adi JavaScript yazanda. Belə deyək. Bir dənə counter düşünün. Counter yazırsınız. Button var. Basırsınız, 1, 2, 3, 4 artır. Bunu yazırsınız. Düzdürmü? Bəsit bir UI var. Salam. Aysel'in outfit'i şey oxşuyor. Bayq sürənə oxşuyor. Bir iki dənə aşağıda buttonumuz var. Increment, decrement. Bastın, burada rəqəm dəyişdi. Düzdürmü? Gəlin bir dənə onu vizuallaşdıraq. Bu inputdur, 0 yazılıb. Burada button var. Minus işarəsi qoymuşuq. Burada da plus işarəmiz var. Buna klik olunanda bəli, artıq azalır. İndi uşaqlar, sol nədir? Buna bastım 1 oldu, düzdürmü? Nəmət olmuşdur. 1 oldu, düzdürmü? İndi uşaqlar, bax bu gördüyünüz vizualizasiya var ha. Bunun bir dənə DOM versiyasını çəkə bilərikmi? HTML head body'ni heç danışmıraq da, birbaşa başlayan body'ni. Body tagi, düzdürmü? Body. Bax, bu gördüyünüz var, bu deyirəm, decrement, increment, click edirəm, rəqəm dəyişir. Bunların elementləri nə olacaq? Onu yazıram. DOM trisini qururam. Tutursunuz nə edirəm? DOM trisini qururuq. İndi bunu necə bölərik? Body'miz var. Yəni, HTML-dən başlamırdı, birbaşa body'nin aşağıdan trini yaradaq. Buna nə verərsiniz? Bəli, şunu tut. Yes. Deməli, bu bir dənə input'a bölünür, bir input tagimiz var, düzdürmü? Bunu divə də sala bilərik, düzdürmü? Gəlin bir divə salaq biraz. Aha, yes. Bu, deməli bir dənə divimiz var. Div, düzdürmü? Razı. Və həmən divin içərisində 2 dənə də buttonumuz var. Aha. Bizim DOM trimiz gözümüzün qabağındadır. Hamı aydın oldu DOM trisi. Yaxşı, indi uşaqlar, bir son. Biz logical bir yazmışıq. Yazmışıq JavaScript-də, increment eləyəndə, add event listener-da bir dənə count dəyərimiz var, onu gedib plus edirik və gəlir həmən bu input value-nu tuturuq, onun value-sunu həmən bu artırdığımız counter-ı mənimsədirik. Düzdürmü? Bu da getdikcə artır. Şular, siz hər klik eləyəndə o yeni alınan rəqəm var. Burada görsənməsi üçün DOM təzələnməlidir də, düzdürmü? O artmalıdır. Bəli. Və bura klik olunanda mənim value-nun dəyişdiyi sıradadır. Bura, düzdürmü? Buraların UI-ı eyni qalırmı? Dəyişmir ki. Amma adi JavaScript-nə yazanda siz bunun value-su dəyişəndə bu götürür neyir? Bütün DOM var, bütün DOM. HTML, head, body. Hamısı yenidən tökülür. Yenidən tökülür nə deməkdir? Hamısı yenidən render olunur. Başdan gedir, head yaranır, HTML yaranır, head, body, sonra gəlir body'dan bunu yaranır, bunu render edir, sonra təzdən gəlir. Yəni bütün o avatiri var, bir təzdən yaranır. Halbuki mən bunun klikində bunun UI-ni dəyişdirmişəm. Və çox bir bəsit bir trimimiz var, 5 budaqlı. Bu
gələcəkdə ola bilər 300, 400, 500, 1500 budaqlı ola bilər. Təsəllin harası mən klik edirəm, o 1500 dənə element təzə gedir, render olur. Bu da performans işə gəlir, səbəb çıxarır ki, performans işimiz yaranır. Yəni, applicationımız gedişdir. Okay? Facebook'dakilar da götürdü, öz-özlərinə sual verdi ki, okey, mən buna klik edirəmsə və mənim ehtiyac olduğum hissə yalnız budursa, bir dənə bu inputunu yönləndirsin, bir də niyə bütün DOM render olur? Və burada artıq ortaya girdi React. Okay, React-ın uşaqlar, məsələn, intervyuda sual verirlər. Niyə React yazırıq? Bu sualı verirlər. Niyə React yazırıq? Tamam? Yəni, niyə Angular yox? Niyə Vue yox? Düzdürmü? Düzdür, indi hal-hazırda React yazılmasının səbəblərindən biri çox adam var bazarda, resurs tərəfindən. Çox proyektlər React-ın üzərində yazılır, artıq onlara support vermək üçün React developer lazımdır. Amma ilk bazara girmək səbəblərindən biri React-ın sürətli olmasıdır. Yəni, React sürətli idi. Sürətinin səbəbi niyə sürətli idi? Buydu. Və ona görə də artıq React bu qədər məşhur olmağa başladı. Hə, React timdəkilər Facebook'u yazanlardır. Neynədilər? Götürdülər dənə library çatdı uşaqlar. Bu arada, baxın, yadda saxlayın, qıraqdan eşidərsiniz ki, React Framework-dır. React Framework deyil, library-dir. Sual versən, Framework və library-nin fərqi nədir? Bilən var? Burası. Framework hazır olur, hazır arxitekturadır. Amma library-ni demək olar ki, özümüz hazırlayırıq. Mən də razıyam. Framework var, artıq kitabxanalar toplusudur. Kitabxana toplusudur. Yəni, artıq həmən framework-ün içində, məsələn, hansısa bir validasiya kitabxanası istifadə eləmək istəyirəm, hansısa köməkçi bir kitabxana istifadə eləmək istəyirəm, o artıq həmən framework-ün içində var. Amma library-də belə bir şey yox. Library artıq biz third-part library-lə cəlb edəcəyik. İndi React yazı görəcəksiniz. Okay? Məsələn, Angular framework uşaqlar. Amma React library. Yox. Nə? Angular falan keçməyəcək. Yox, Angular niyə üçün? Nə? Vue.js? Öyrənirsən də. İndi girdin işlərə, məsələn, Vue yazırsan da, işdəkilər gəlirlər ki, Vue-dan keçir Angular. Gəlirsən deyəsən, altı əmən gözlü, mən yam kursa gəlir. Elə şey yoxdur. Otur özünü eləməlisən. Okey. React timdəkilər baxdılar bu DOM tree-yə və dedilər ki, okey, mən bu batına klik edəndə mənim bütün DOM-um niyə render olmalıdır? Niyə təzdən bu tree yaranmalıdır? Və adamlar virtual DOM məntiqini gətirib çıxartdılar. Virtual DOM. Virtual DOM. Bu virtual DOM neyir? Deməli, götürür actual DOM-un, əsl DOM-un nüsxəsini yaradır. Özündə. 2 dənə DOM yaradır. Virtual DOM özündə 2 dənə DOM yaradır. Elə bil bundan 2 dənə var. Və biz buna klik edəndə, düzdürmü? Bizdə nə dəyişdi? Bu inputun value'su dəyişdi, düzdürmü? Razı. Hətta buradan da baxa bilərik orada. Actual DOM bizim indi yazdığımız. Fikir verirsiniz, divin içərisində H1 və H2 elementlərimiz var. Yazıb old virtual DOM, bir də new virtual DOM. İndi bizim orada yerimiz azdır. Nədir? Eyni tema, düzdürmü? İndi mən o butona klik edəndə, buradakı example-umuz biraz fərqlidir. Mən oradakı butona klik edəndə inputun value'su dəyişdirmir. Nə baş verir? React götürür, compare edir. Yəni React libraries götürür, müqayisə edir ki, köhnə DOM-la təzə DOM-un fərqi nədir? Görür ki, inputdur. Inputdakı value'dur. Inputdakı value dəyişir. Burada bu example-da nədir? H3 yaranır. Aha, götürür bütün bu DOM-u render eləməkdənsə, təkcə nə edir? Götürür əsl DOM-da, real DOM-da, sırf bir dənə H3 artırır orada, köhnələr dəymir. Dəyişmən hissələrə toxunmur, ancaq dəyişilən hissəni yenidən render edir. Bizim example-ımızda bura hara olacaq? Input olacaq.
Bəli, bunların heç birini render eləməyəcək. Nə divi, nə batınları təkcə gəlir. Buranı yenidən render edir. Və ona görə də çox sürətli olur. Okay? Baxın, bu dondur. İndi virtual don reaktı keçindən sonra daha yaxşı qavrayacaqsınız. Çünki özünüz yazacaqsınız, özünüz toollar var. Orada görəcəksiniz ki, okey, mənim hansı elementimləri render getməli. Mən bu proseslər tamamilə yaxşı başa düşəcəksiniz ki, render nə deməkdir? Render nə deməkdir? Bir də uşaqlar, React single page application'dır. Yəni, biz normalda proyekt yazanda 6 dənə page'imiz olanda nə baş verir? 6 dənə HTML'imiz olur, düzdürmü? Amma React'da bizim hər bir UI'miz bir HTML fayləsində olacaq. Bir HTML səhifəsində olacaq. Artıq React onu gedir özündə handle edir. Bəzilərini silir, gətirir, yerini yaradır falan bir şey. Amma biz normalda HTML nə edir? Hər bir səhifə üçün, yeni səhifə üçün deyib, növbəti HTML biz yaradırdıq, düzdürmü? Index olurdu, nə bilim, about us olurdu, kontakt olurdu, HTML-ləri doldururduq belə. Tamam? Amma React-ı bir HTML-in içərisində bütün proseslər handle olunacaq. Okay? Amma yenə də alt layer edəcəklər. Alt layer faylda da. Yox. Pages olaraq folder'ın olacaq, onun içərisində yazacaqsan, amma orada komponent kimi yazacaqsan. Okay? Sonra, deməli, DOM danışdıq, DOM, virtual DOM nədir, actual DOM-la fərqləri nədir, single page application'dır. Bir də Facebook'un React-ın çıxartmaq əsas səbəblərindən biri də o idi ki, müəyyən UI-lar, görüntülər, görürsünüz ki, oxşardır. Və siz əlifoniyiz, copy-paste satır sonra. Adamlar dedilər ki, okey də, yəni eyni bir UI-dirsə, mən niyə hər dəfə onu copy-paste eləməliyim? Və ona görə də artıq komponent məntiqini ortaya çıxartdılar, komponent. Yəni artıq biz reusable komponentlər yazacağıq, reusable. Reusable komponentlərimiz olacaq və özləri də məsələn deyirlər ki, komponent reusable olmalıdır, amma görəcəyik ki, praktika onu göstərir ki, heç də elə deyil. Yəni komponent reusable olmur. Amma nə etməliyik? Maksimum çalışmalıyıq ki, reusable olsun. Burada düz biraz aləm deyir bir-birinə ki, o reusable, nə bilim, nə bunu hara çıxardaq, nə edək. Amma özləri də yazıblar ki, yəni dokumentasiyasında yazılıb ki, reusable olmalıdır. Və astadan uşaqlar React-ı keçə-keçə React dokumentasiyasından da oxumağa başlayın. Bax budur. Buradan oxumağa başlayın. Okay? Tamam. Gələk bura. İndi Code Sandbox açmışam mən. Bilirsiniz niyə açmışam? Çünki məndə Visual Studio kod açmaq olmur. Ona görə belə bir problemimiz var. Okay. Gələk başlayaq danışmağa. Burada birinci app.js görürsünüz. Düzdürmü? İndi növbət dəfə belə deyim, başqa cür yanaşacağam. Prosta indi bugün deyirəm ki, ən azından müəyyən şeyləri deyək. Fikir verirsinizsə, bizim burada bir functionumuz var. App adında. Bütün React layihəmiz var ha. Bax, bütün nə yazacağıq ha. Bütün hər şey app'in içində render olacaq. App'in içində yaranacaq. Niyə? Çünki single page application'dır. Yəni artıq fərqli rootlarımız olmayacaq. Root görəcəksə, fərqli about-da səhifə açılacaq, sonra kontakt aslı açılacaq. Amma hamısı bir app'in içərisində olmuş olacaq. Nə deməkdir bu? Sandbox'ı görmüyoruz. Kodçanı görəcəksin gözlə. Bu nədir? Səhifəmizdir, düzdürmü?
adi HTML, CSS, JavaScript yazsaz, sadə tariflərlə keçirəm. Nə yazacaqdınız? 2 dənə HTML-iniz olacaqdı, düzdürmü? Biri home, biri də ki tarif.html. Düzdür? Bond UI-ni burada yazacaqdıq. Amma artıq React-da nə olur? Hamısı app'in içində olur. Bu rootda güya ki burada root var, amma yenə də əslində başqa bir HTML faylı yaranmır. Hamısı app'in içində render olur. Və bunlar çox maraqlı bir şeylər eləyiblər. Bizim şeyimiz hardadır? Getirimi taydı qoyuruq. HTML hardadır sən? Nədir burada da? Sağ olun daşqa. Və bu HTML-imizdə hamısı render olacaq. Bir HTML faylımız olacaq. Yəni başqa artıq tarif, skanta, başqa bir HTML-lərimiz olmayacaq. Okay? Və React-ın digər yanaşmalardan da fərqi odur ki, React client-side renderingdir. Bu da nə deməkdir? Artıq React-da semantik təqlərin istifadə eləməyin heç bir mənası qalmayacaq. Semantik təqlər nə edir, Rauf? Semantik təqlər nədir ki? Onlar nədir? SEO tərəfindən yaxşı. SEO nədir? Nədir SEO? Search engine optimal. Aha, Düzelttim. düzəltdim. Nədir o? Yaxşı, onu yerdən şükür olar. Axtarış belə. Yığdım. Sayt Google-da daha şey. Öne çıxır da, belə deyim, axtarışda birincilere. Ay, sağ ol. Yada düşdü nədir search engine optimization? Axtarışda ən yüksək çıxması, düzdürmü? Yəni biz Google-da search edərkən bizim yazdığımız sözlər hansı təqin arasındadır, H1-in arasındadırsa, bu nə edir? Prioritet olaraq onu ən yüksək göstərir, ona görə çıxarılır onu qabala, düzdürmü? Amma React-da bu baş vermir. Niyə? React ilk dəfə serverdən Google-a bu faylı göndərir. Bildiyiniz bu faylı göndərir. Yəni içərisində bir dənə root aidili divi olur. Artıq o gəlib klient tərəfə düşəndə user həmən bu React proyektinə girmək istəyəndə bu artıq gedir requestləri atır, doldurur kontenti. Klient side renderingdir. O bayaq deyirdimi, biz backend-ə verirsiniz, backend dolurur. Boş ol, o server side renderingdir. Serverdə dolurdu həmən fayllarımız data ilə. Onu göndərirdi client tərəfə. Ona görə də Google dolmuş kontenti görə bilirdi. Çünki serverdə doldu, sən Google-dan search elədin, server həmən proyekti qaytaranda artıq onun içi dolmuş şəkildə olurdu. Amma React-da bu problemimiz var. React birbaşa bunu göndərir, bir dənə faylı göndərir, vəsə. Deyir ki, artıq user sənə giriş edəndə, klient tərəfindən requestlərimiz fetchlərimizi atacaq. Bəs yaxşı, onun necə? Çatdı, nə? Onun nəsə bir problemi olur sonra sizin üçün, yoxsa Olur, SEO optimization. həll eləmək olur? Next.js. Next.js ya da Remix.js. Server side renderingdir Next.js. Next.js'i gətirdilər. Next.js nə edir? Sənin yazdığın page'lər var, hansı ki istəyirsənsə server side rendering olsun. Orada fetchləri atırsan, o gedir serverdəcə fetchlərini atır, onu kontenti doldurur, ondan sonra qaytarır Google-a. Okay? Yaxud Next.js-dən də əlavə Remix.js var. O da server side renderingdir. Okay. Bunu da gördüksə 14.50-dir. Okay. Gəlirik index.js-ə. Uşaqlar, index.js-ə baxaq. Index.js-də deməli document get element by id deyilən bir metod görürsünüz. Bu metod sizə tanışdırmı? Bunu istifadə eləmişsiniz də, düzdürmü? Nə edir? Həmən HTML-dəki faylı, HTML-də indeksdəki faylı götürür bu root divini, mənimsədir root elementə. Konsol loqa root element versəm nə görərik? Divi görəcək, obyekt formasında, düzdürmü? Sonra nə edir? Create root eləyir, create root. Bunu hardan götürür? React-dan götürür.
və root.render metodundan istifadə edərək nəyi render edir? App'i render edir. Okay? Hətta buraları da hələ ki keçək. App'i render edir. Bəli. App'i render edir, bəli. Bütün artıq digər proseslərimiz app'in içində olacaq. Çox qabağa getmirsən, yoxsa? Yüz state'lərdəyim. Bir də fetch'e baxmışam. Okay. Görəcək neysə. Yaxşı. Deməli, app'i render eləyir. İndi gələk, danışaq biraz app'dən. Uşaqlar, indi bunu mən run eləyəcəm. Run necə eləyirlər? Ya npm run dev yazıb run eləyirsiniz. Vitdə deyildi, randev. Run dev, yaxud nəyi? Bu npm start deyildi. npm run start. Burada əslində skripti dəyişsən, nə istəsən yaza bilərsən. Npm start nə edirəm edəcək? Şeylə qaldırırsan, create react tab-lə qaldırırsan. Okay. Onu şeyləyirsən, daha ondan çıx. Vitə baxmamışam. Heç nə, çox rahatdır. Ona görə deyirəm, hələ də qalmışam orada. Vitə şeyə baxacaqsan ki, prosta başa düşəcəksən ki, create react app-dən nələri fərqlidir. Optimizasiya olunub, daha sürətlidir. Bundle məsələlərini daha sürətli eləyir. Yəni çox belə geniş miqyasda bilmə ehtiyac yoxdur, elə gir getsin. Yaxud uşaqlar, gəlirsiniz bir dənə bu startın üzərindən, bu niyə belə kömək eləmir mənə? Okay. Bunu indi Code Sandbox run eləyib verir mənə uşaqlar. İndi bunu bir dəfə biz Visual Studio Code-da özümüz, mən ilk dəfə React necə yazılırdı, onunla giriş eləmək istəyirəm. Yəni bu JSX sintaksda bundan əvvəl fərqli cür yazılırdı. Ondan sonra gəldilər JSX-ə çıxdılar. Okay. Ben burada indi nəsə dəyişdirirəm mən. Nə görürük? Bunu görürük, düzümü? Artıq, bax mən bu rootdan, indi fərqli bir roota keçənmərik də. About-a da keçsəm, Contact Us-da da keçsəm uşaqlar. Bütün proses bax bu app'in içərisində baş verəcək. App da harda render olur gördüyünüz kimi. Get element bayağı idi, buranı da biraz balacalaşdıraq. Fikir verirsinizsə, root elementimiz bayaq ki root dividir. Create root'un içərisinə atıram mənə root obyektini yaradıb verir. Və root obyektinin render metodunun köməyi ilə app'i render edirəm. Başqa bir HTML falan görürükmü? Yox. Amma bizim 7-8 page'imiz olacaq. Prosta başa düşməlisiniz ki, hamısı bir HTML-in içərisində render olur. Okay? Tamam? Yaxşı. Biraz fasilə verək.